Bugün Naxçıvan Dövlət Universitetində hörmətli rektorumuz Elbrus müəllimin təşkilatçılığı ilə bir Azərbaycan ziyalısına verilən qiymətin şahidi olduq. Naxçıvan Dövlət Universitetinin fəxri professoru olmaqla qürur duyuram. 65 yaşı orta yaş hesab edirəm. Mənə elə gəlir ki, bundan sonraki işlər daha məsuliyyətlidir. İnsana verilən dəyər onda məsuliyyəti artırmalıdır. Yəni, mənə elə gəlir ki, mənim gənc nəslə, tələbələrimizə, gənclərimizə deyəcək sözlərim hələ çoxdur. Düzdür, mən ardıcıl olaraq da olmasa, belə ara-sıra Naxçıvan Dövlət Universitetində mühazirələr, seminarlar aparıram, görüşlər keçirirəm. Amma bütün bunlardan, əgər o tələbələrin ürəyində, beynində kiçik bir iz qoya bilirəmsə, özümü xoşbəxt sayıram. Əminəm ki, bugünkü təntənəli yubiley mərasimindən sonra mənim məsuliyyətim bir qədər də artdı. Naxçıvan Dövlət Universitetinin auditoriyaların tribunalarında deyəcəklərim o məsuliyyətimi bir qədər də artırır. Hər kəsə təşəkkür edirəm. Hörmətli Elbrus müəllimə bir Azərbaycan ziyalısı olaraq təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm.